Ona görə ki, yeni status quo bizim tərəfdən müəyyənləşdirildi. Bu faktiki və hüquqi tərəfdən, bizim tərəfdən. Təəssüf olsun ki, beynəlxalq hüquqda indi mən təhlükəsizlik şurası nəzərə alsaq ki, veto hüququna malik olan və permanent members belə deyək ki, mütəmadi təmsilçiliyi olan, hüquqları olan ölkələr var. Və burada da Azərbaycan gücün, silahın istifadədə öz ərazilərindən beynəlxalq hüquq normalarında təhlükəsizlik normalları təmin etdi. Bu birinci məsələ. İkinci məsələ, təəssüf olsun ki, biz görürük ki, Ukrayna ilə Azərbaycan arasında bu münaqişələri biz görürüksə, ikili standartları görürük. BMT-nin Baş Assambleyası tərəfindən verilən qərarları və Azərbaycanla bağlı təcavüzkar Ermənistanın tərəfindən verilən qərarları olmaması nümunə üçün. İkinci məsələ, sərhədlərin monitorinqi. Bu günə kimi Avropa İttifaqının sərhədlərin monitorinqinə dair qurumları işləyir. Bu da Nazim müəllim dediyi kimi çox aktual məsələlərdən biridir. Biz bunu davam etdirəcəyik. Ona görə Azərbaycan da o məsələləri həll edəcək qabağa gələn illərdə. Bir də hesabatların hazırlanması cənab prezident tərəfindən qeyd edildi. Biz bu işi aparmalıyıq. Kütləvi məzarlıqları, Azərbaycan ətraf mühitin dağıdılması, bu günə kimi Azərbaycana qarşı istifadə edilən bombalardır, kaset bombalardır. Eyni zamanda tarixi, mədəni resursların dağıdılması Qarabağda bunlar faktlardır və bunlar yığılmalıdır, hazırlanmalıdır. Eyni zamanda da qurbanların sayını hal-hazırda biz müəyyənləşdirmişik təxmini. Onların adları, hesabatları aparılmalıdır ki, beynəlxalq nəinki cinayət məhkəməsində, eyni zamanda digər instrumentlər, digər institutlar vasitəsilə biz tərəfdən qaldırılmalıdır və bu da hüququn əsasında getməlidir. Biz yalnız faktlarla danışırıq. Faktlar da beynəlxalq hüquqda dediyimiz kimi ədalətdə bugün Azərbaycan Respublikasının tərəfindədir. Ona ki, Azərbaycan Respublikası zərər çəkən ölkədir. Bəli.